Peyğəmbər buyurur ki, həmin gün kim bu dediyim xüsusiyyətlər onda olsa, qiyamət günü mənim yanımda olacaq və mən ona şəfaat eləyəcəyəm. Sizin aranızda qiyamətdə mənə ən yaxın olan insan və mənə vacibdir ki, mən ona şəfaat eləyəm, kömək eləyəm. Bir, o adam sadiq olsun, düz danışan olsun. Əgər düz danışırsansa, doğru düzgün yaşayırsansa, qiyamətdə Peyğəmbərə ən yaxın insan olarsan. 2, əmanətə xəyanət etməsin. Qiyamətdə istəyirsən Peyğəmbərə yaxın olasan, niyə istəmirəm? Əmanətə xəyanət eləmə. 3, gözəl əxlaqı olsun, xoş əxlaqı olsun, pis əxlaqı olmasın. 4, insanlara ən yaxın olsun, əl tutsun, kömək eləsin, cəmaatın içində olsun. Düz danış, əmanətə xəyanət etmə, xoş əxlaqın olsun, cəmaata yaxın ol. Peyğəmbər buyurur ki, qiyamətdə mənə yaxın olarsan.